Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefkahu qavli. Biz bilirik ki Allah Teala bizi əbəs yerə, boş yerə yaratmayıb. Allah Teala yarattığı insanları öz mübarək kəlamında da bildirmişdir, qeyd etmişdir nə üçün yaradıb. Allah Teala insanları bir amal üçün yaradıb, bir məqsəd üçün yaradıb. Allahı tanımaq, ona qul olmaq, ona ibadət etmək. Necə ki, 7 qat səmanın üzərindən Allah Teala Quran-ı Kərimdə öz kəlamında bildirmişdir ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri, insanları ibadət etməkləri üçün yaratdım. Deməli, insanın bu dünyada mövcud olmasının əsas amalı və səbəbi birdir. Əziz, dəyərli qardaşlar. Yəni, onu yaradan Xaliqi tanımaq, ona qul olmaq, ona səcdə etmək, onu təzim etməkdir. Və Allah Teala qulları yaratmağındakı məqsədi qeyd etdikdən sonra Allah Teala Peyğəmbər göndərib. Bütün cəmiyyətlərə, bütün qövmlərə, tayfalara. O cümlədən də sonuncu Peyğəmbərini göndərib. Muhammed sallallahu aleyhi və səlləm. Allahın salavatı və salamı onun və əhl-i beytinin üzərinə olsun. Peyğəmbərimiz insanlar üçün rəhmət olaraq göndərilmiş bir şəxsiyyətdir. Allahın Peyğəmbəri insanlara Allahı tanıtdıran bir şəxsdir. O baxımdan hər bir müsəlman özünə iman sahibi, inancılı deyən bir kimsə gərək onun haqqında da məlumat əldə etsin, onu tanısın, o necə şəxsiyyət olub, onun buyurduqları nədən ibarətdir. Və hər bir müsəlman, hər bir inancılı insan gərək Peyğəmbərini tanısın, Peyğəmbərin gəlişini öyrənsin, onun əsas gəlişi nədən ibarətdir. Necə ki, qeyd etdim, Allah Teala insanları bir amal üçün yaradıb, Allaha ibadət etmək üçün və bu ibadəti də insanlara çatdıran bir vasitəsi var, elçi, yəni Peyğəmbər. O baxımdan insanlar da gərək Peyğəmbəri tanısın ki, o Peyğəmbərin sayəsində doğru yolu tutub getsinlər. Yəni, doğru yolu tutub getməyin bir dənə yolu var, o da Muhammed Peyğəmbəri tanımaqdan irəli keçir. Ona görə onun yolunu təqib etmək, onun buyurduqlarını yerinə yetirmək hər bir müsəlman üçün qurtuluşdur, səadətdir. Əksi halda, əgər Peyğəmbəri tanımadıqda, insan mücərrəd olaraq desə ki, Allahın kitabı kifayətdir, Peyğəmbərə ehtiyac yoxdur, o 100 rükət namaz qılsa belə, Allaha dua etsə belə, onun Allah qatında heç bir dəyəri yoxdur, heç bir faydası yoxdur. Çünki Allah Teala kainatı yaratdıqda, insanları yaratdıqda və insanlara bir Peyğəmbər göndərib ki, o Peyğəmbərin vasitəsilə insanlar Allahı tanısın. Ona görə İslam şəriətinin, İslam dininin əsası da, özəyi də məhz Muhammed Peyğəmbəri tanımaqdan irəli keçir. Onu tanımadan, onun yolunu təqib etmədən, onu bilmədən, dərk etmədən, onun haqqında məlumat əldə etmədən mümkün deyil insan İslam dinini əldə etsin. Ola bilər, yəni, nəsə özündən kitablar yazsın, ağlından, yəni cılız ağlından, nəsə müəyyən sözlər danışsın. O əsas vermir insana. İnsan bilməlidir ki, bu dinin əsli Allahın 7 qat səmada nazil etdiyi şəriətdir. Və onu da kimə nazil edib? Peyğəmbərə, Muhammed Peyğəmbərə. Və Muhammed Peyğəmbərin vasitəsilə bütün insanlığa çatdırıb. O baxımdan da hər bir insan onun haqqında öyrənməsi lazımdır ki, bilsin ki, bu dini Allah nə üçün göndərib, Peyğəmbəri nə üçün göndərib, onun yolunu təqib etsin. Çünki müsəlman bilməlidir ki, Peyğəmbərə tabi olmaq vacibdir, gərəklidir, lazımdır. Peyğəmbəri tanımamaq isə insan üçün dünyada və axirətdə ziyandan başqa bir şey deyil. Mümkün deyil bir insan desin ki, mən Allahı qəbul edirəm, ancaq Peyğəmbərə ehtiyac yoxdur. Belə deyən insanın, yəni əslində Allahı da qəbul etməməsinə dəlalət edir. Çünki Allahı tanımaq Peyğəmbərdən keçir. Allahı kim tanıtdırıb insanlığa? Peyğəmbər, Muhammed Peyğəmbər. O baxımdan da mütləq o şəxsiyyəti, o kişinin haqqında öyrənmək lazımdır. O kim olub, necə insan olub, onun gətirdiyi din nədən ibarət olub,
Ona görə hər bir inanclı, hər bir müsəlman, iman sahibi ona tabi olmalıdır. Onun buyurduqlarını yerinə yetirməlidir. Və onun ətrafında olan əshabı olub, yəni onun təlim keçdiyi səhabələri olub, Allahın göndərdiyi dini, şəriəti öz tələbələrinə çatdırıb, öyrədib və həmçinin onların yolunu təqib etmək lazımdır. Hər bir müsəlman, inanclı insan mütləq bunlara riayət etməlidir. Yəni bir insan əgər deyirsə, mən Allahı sevirəm, Allahın buyurduqları haqdır, yəni bunu dildə mücərrəd olaraq deməsi yetmir, kifayət etmir. Mütləq gərək insan onu həyatında tətbiq etsin. Çox təəssüf, cəmiyyətdə insanların bir çoxsu deyir ki, mən Allaha qurban olum. Allahın gətirdikləri doğrudur, düzgündür. Amma baxırsan ki, müəyyən naqisliklər var. Naqislik nədir? Çatışmamazlıq. Həyatında tətbiq etmir. Və bu da artıq o iddiasında əsaslı olmamağı göstərir. Əgər bir insan deyirsə, mən Allahı sevirəm, onun dedikləri, buyurduqları haqdır, mütləq gərək ona əməl etsin. Azacıq da olsun ona əməl etsin. Çünki bir insan nə isə də sevməyi iddia edirsə, istəməyi iddia edirsə, o iddiasında özü-özünə sual versin. Nə dərəcədə haqlıdır, gerçəkdir. Çünki insan bilməlidir ki, Allahı sevmək, Allahın buyurduqlarına boyun əymək, qəbul etmək, haqlı hesab etmək və onun peyğəmbərini doğru hesab etmək nədən irəli gəlir? İndi bir ayə söyləyəcəm ondan. Yəni insan o ayəni nə dərəcədə həyatında tətbiq edir. Ona görə insan Allahın və Peyğəmbərinin buyurduqlarını nə dərəcədə ona tabi olur və qadağan etdiklərindən nə dərəcədə çəkinirsə, hər bir insan bunu öz nəfsinə verməlidir. Allah Teala Quran-ı Kərimdə, Ali-İmran surəsində buyurur ki, Qul, de ey Peyğəmbər, İn kuntum tuhibbunallaha, əgər siz Allahı sevirsinizsə, diqqət edin, fəttəbi'uni, Peyğəmbərin dilindəndir. O zaman deyir, mənə tabi olun, mənim ardımca gəlin. Yuhibbukumullah və yəğfir ləkum zunubəkum. O zaman Allah da deyir, sizi sevsin və sizin günahlarınızı bağışlasın. Vallahu gafurur rahim. Allah çox bağışlayandır və çox rəhm edəndir. Bu ayəyə diqqət edin. Allah Teala bu ayədə Peyğəmbərə o kəslər ki, Allahı və Peyğəmbəri sevməyi iddia edənlərə səslənir. İndi bir insan deyir ki, mən Allahı çox istəyirəm, sevirəm, ona qurban olum Peyğəmbərinə və Allah Teala buyurur. Bu ayə barəsində alimlər deyir ki, məşhur tabinlərdən, yəni tabin Peyğəmbərin dövründən sonraki nəsildir. Süleyman Əd-Dərani deyir ki, bu ayə barəsində deyirlər ki, bu ayə imtahan ayəsidir. Necə imtahan ayəsidir? O kəslər ki, sevgilərini iddia edirlər Allah barəsində. Allah deyir, bu ayəni nazil etdi. Yəni, Allah Teala buyurur ki, ey Peyğəmbər, de, əgər siz Allahı sevirsinizsə, Allahı sevməyi iddia edirsinizsə, o zaman Peyğəmbərə tabi olun. Yəni, Peyğəmbərin dilindən Allah Teala deyir, fəttəbi'uni, mənim ardımca gəlin. Deməli, Allahı sevmək nədən keçərlidir? Nədən keçir? Mütləq Peyğəmbərə tabi olmaqdan keçərlidir. Yəni, mücərrəd Allahı sevmək olmur. Yəni, mütləq gərək insan Allaha sevgisini isbatlasın. Necə isbatlasın? Həyatında, əməllərində onu göstərsin. Bu mühümdür. Yəni, həqiqi sevgi insan onu həyatında tətbiq etməklə göstərə bilər. Yəni, necə ki, demişlər ki, deyir ki, dilin tələffüz etdiyi hərflərdən artığına ehtiyacı yoxdur. Yəni, insan bir sözü deyirsə, o dediyi söz, yəni, boş bir kəlamdan ibarətsə, dilin ona ehtiyacı yoxdur o hərfləri tələffüz etməyə. Yəni, insan gərək söylədiyi sözə həyatında az da olsa onu göstərsin. O göstərmək də mütləq bu ayədən asılıdır. Allah Teala nə deyir? Deyir, əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin. O zaman Allah da sizi sevsin. Allahın sevgisini qazanmaq üçün, Allahın sevgisini əldə etmək üçün mütləq
Peyğəmbərin yolunu təqib etmək lazımdır. O şəxsiyyəti tanımaq lazımdır. O nəyi buyurub, nə üçün gəlib, insanlıq nə üçün var, mövcuddur, biz nə üçün bu həyatdayıq, bizim yaşayışımız nədən ibarətdir? Yəni, hamımız gəldik, deyək, Allah bərəkət versin. Yedik, sabah başqa yerdə bir məclis olasıdır, yedik. Yəni, və yaxud da ki, işləyirik, ailə qururuq və həyat belə davam edir. Yəni, həyat sadəcə bundan ibarət deyil. Həyat nədən ibarətdir? Allah Teala Quranda bildirir. Allah Teala'nı tanımaq, ona səcdə etmək və sonra növbəti bir həyat var, əbədi həyat. İnsana verilən ömrün nəticəsi, sonluğu və onu Allahın qarşısında təqdim etmək. Hər kəsə bəlli bir ömür verilir və hər kəs o ömrü özü üçün yaşayır. Necə yaşayır, onu özü bilir. Ömür insan üçün ya onun öz əleyhinə olacaq, ya onun lehinə olacaq. Nə xoşhalına o insanın üçün yaşadığı ömür onun lehinə olacaq. Nə pis halına o insanın ki, o ömür onun əleyhinə olacaq. Ona görə insan üçün, aqil insan, düşünən insan üçün ən böyük fürsətdir. Ömür ən böyük sərmayədir ki, o bugün ruhu üstündə ola-ola Rəbbini tanıyıb ona səcdə etməsi, ona boyun əyməsi nə qədər ki gec deyil, nə qədər ki ona verilən ömür içərisində o yaşayıb Allaha ibadət, itaat edədəksə, nə xoş halına onun. O baxımdan dəyərli qardaşlarım, əziz qardaşlarım, ona görə insan mücərrəd olaraq dilinlə tələffüz etməyinə necə ki qeyd edirlər. Yəni hikmət sahibləri, dilindir artıq hərfləri yəni ifadə etməsinə, söyləməsinə deyir, ehtiyacı yoxdur. O baxımdan insan Allaha olan sevgisini əməllərində göstərməlidir. Hər kəs özü öz əməllərində bunu təqdim etməlidir. Necə ki, bax bu ayə Ali-İmran surəsi barəsində demişlər ki, əgər qəlblər Allaha olan məhəbbəti iddia edirsə, yəni o qəlblər, o insanlar zehinlərində, beyinlərində, qəlblərində Allah Azza və Cəllə, aləmlərin Rəbbi olan tək Allaha sevgini iddia edirsə, o zaman bu ayəni öz qarşısına qoysun, nə dərəcədə o Allaha və onun Peyğəmbərinə tabi olur. Onun buyurduqlarını yerinə yetirir. Bu açıq şəkildə insan üçün göstərir. O zaman insan özü görəcək. O baxımdan dəyərli qardaşlar, əgər insan Allah Taala'nı sevməyi iddia edirsə, sadiqdirsə, doğrudursa və ya onun Peyğəmbərini qəbul edirsə, doğrudursa, sadiqdirsə, hətta İslam dinində, şəriətdə ola bilər elə məsələlər olsun ki, o insanın nəfsinə xoş gəlməsin. Xoş gəlmədiyi təqdirdə belə, əgər o Allahı və Rəsulunu sevirsə, o sevgi əsasında onu təqdim edəcəkdir. Nəfsinə xoş gəlməsi də. Bu cümləni bir də təkrarlayıram. Əgər bir insan Allahı və Peyğəmbəri sevməyi iddia edir, istəyir Allahı və Peyğəmbəri, sevdiyi bir şeyi iddia etdiyi təqdirdə, hətta İslam dinində onun xoşuna gəlməyən bir şey olsa da belə, əgər o sevgisində sadiqdirsə, o zaman onu təqdim edəcək, göstərəcək. Xoşuna gəlməsə belə, İslamda ola bilər elə bir əməllər olsun ki, insanın nəfsi ilə, təbiəti ilə, yəni xoş gəlməsin insanın. Amma insan sevgini iddia edirsə Allahı və Rəsulunu, o zaman o xoşuna gəlməsə belə, İslamda olan hər hansı bir əməl, o onu ortaya qoymalıdır, sevgisini təqdim etməlidir, göstərməlidir. O baxımdan insan üçün böyük bir fürsətdir. Həqiqətən. Burada olan qardaşlar əksəriyyəti cavandır, gəncdir. Allah hər birinizə xeyirli ömür bəxş eləsin. Allaha iman, itaət, xeyir, yəni əməllər üzərində. O baxımdan ömür də bir fürsətdir. İnsan üçün verilmiş müvəqqəti bir fürsətdir. Və bu fürsətdən kim yararlanacaqsa, nə xoş onun alına. Ona görə insan ömründən istifadə etməlidir. İslamın dahi alimi İbn-i Qeyyim, Allah ona rəhmət etsin, buyurur ki, əgər bir insan Allaha və Rəsuluna tabi olmağı iddia edirsə,
iddia edirsə, onun o tabiçiliyi nə zaman hasil ola bilər, ortaya çıxa bilər? O sevgisində göstərməlidir. Yəni, sevgi olmadığı təqdirdə, həqiqi sevgidən, o doğru, sadiq, dürüst sevgidə olduğu təqdirdə o tabiçiliyi ortada göstərəcək, ortaya qoyacaq. Olmadığı təqdirdə mümkün deyil onu göstərsin. Və həmçinin başqa bir yerdə buyurur ki, İbn Qeyyim, deyir ki, insan Allahın sevgisinə nə zaman nail ola bilər? Allahın sevgisini əldə edə bilər nə zaman? O zaman ki, onun sevgili Peyğəmbərinin yolunu təqib etdiyi halda. Baxın bir şey deyim. İnsanın Allahı sevməsi insan üçün əsasdır. Və biri də var ki, Allahın səni sevməsi bu insan üçün şərəfdir. Təsəvvür edin, göyləri və yerləri yaradan, onların arasında olanları yaradan, bu kainatı yaradan Allahın səni sevməsi sənin üçün böyük bir şərəfdir. İnsan üçün böyük bir şərəfdir. İnsanı Allahın sevməsi insan üçün böyük bir şərəfdir. Bilirsiniz, qardaşlar, nə demək? Yəni, bunu əldə etmək üçün də mütləq insan nə etməlidir? Allahın və Peyğəmbərinin buyurduğu yola tabi olmalıdır. Onu təqib etməlidir. Və o sevgini əldə etmək üçün. Təsəvvür edin, göylərin və yerlərin sahibi, səni yaradan, sənin valideynlərini yaradan, kainatı yaradan, dağları yaradan, bütün bu kainatı yaradan, aləmləri yaradan Allahın səni sevməsi nə deməkdir bu? Yəni, sən onun sevgisini əldə etmək üçün gərək sən onun buyurduğuna tabi olasan ki, o sevgini əldə edəsən. Və eyni zamanda da onun göndərdiyi Peyğəmbərin yolunu təqib edəsən, izləyəsən ki, onun o sevgini əldə edəsən. İnsan üçün, inanın, bundan böyük bir şərəf yoxdur. Bundan o tərəfə bir şey yoxdur. Əgər bir insan Allahın sevgisini əldə edirsə, bundan möhtəşəm bir şey yoxdur. Və insan da həyatda ona çalışmalıdır ki, Allahın sevgisini əldə etməyə. Qurtuluşun, səadətin, fələhin, yəni gözəl sonluğun, müvəffəqiyyətin də əsas amalı, əsası, kökü məhz bunun üzərində durur. Həm bu dünyada xoşbəxtliyin, həm ahirətdə, qiyamət günü xoşbəxtliyin əsas o hədəfi, əsas kökü Allaha və onun Peyğəmbərinə tabi olmaqdan irəli gəlir. Əksi halda, inanın, insan əgər Allahı və Peyğəmbərini tanımadığı təqdirdə, onların buyurduğunu yerinə yetirmədiyi təqdirdə, mümkün deyil ki, o dünyada xoşbəxt və ahirətdə xoşbəxt olsun. Ola bilər, maddi baxımdan insan nə isə də əldə etsin. Amma həqiqi xoşbəxtlik, həqiqi səadət dünyada və ahirətdə məhz Allahın razılığını əldə etməklə olur. O da Allahın sevgisinə nail olmaqla. Allahın sevgisinə nail olmaq yalnız Allahın buyurduğunu həyata keçirməklə. Mücərrəd olaraq yox, əziz qardaş. Mücərrəd olaraq insanın deməsinin heç bir faydası olmayasıdır. Fayda o zaman olacaq ki, insan o söylədiyi sözü gerçəkləşdirsin, həyata keçirsin. Həyatında Allahın buyurduğu o buyruqları, əmirləri, qadağaları yerinə yetirsin. Çünki bilin ki, Allah Teala səmalardan nəyisə nazil edibsə insanlıq üçün, bilin ki, bu insanlığın xeyri üçündür. Nəyisə əmr edibsə, buyurubsa, tövsiyə edibsə, bu insanlığın xeyri üçündür. Eyni zamanda Allah Teala göylərdən nəyisə nazil edib, qadağan edibsə, yenə də bilin ki, bu insanlığın xeyri üçündür. Hətta dünyada qoyulan bəzi insanların qoyduqları qayda və qanunlar, yəni insanlığın xeyri və insanlığın zərəri üçün olan. Yəni onlar mümkün deyil ki, Allahın göndərdiyi şəriətdən daha üstün olsun. Mümkün deyil. Allah Teala göylərdən nəyi nazil edibsə, insanlıq üçün tövsiyə olunan, tövsiyə xarakterli, məsləhət xarakterli və inanın ki, bu insanlığın xeyri üçündür. Nə də qadağan olunubsa, bu da insanlığın xeyri üçündür. Çünki Allah Teala insanlara ziyanlı və zərərli bir şeyləri tövsiyə etməz. Ona görə insan bilməlidir, nə qədər Allaha tabi olacaqsa, Allahın buyurduqlarını həqiqi şəkildə, yəni bu qulağından alıb qəlbinə ötürüb yaşayacaqsa, nə xoş halına və mütləq Allahın sevgisini əldə edəcəkdir.
Amma bu qulaqdan alıb ötürəcəksə o birisi qulaqdan, onu həyatında tətbiq etməyəcəksə, təsəvvür edin, bugün bu məkanda eşitdik. Və yaxud da ki, indi elə bir dövrdür ki, sosial platformada hər kəsə açıqdır. İnsan gecə və gündüz Allahın ayələri barəsində eşidir, Peyğəmbəri barəsində eşidir, açıq və gizlidə eşidir. Əgər bu şeyləri, üzr istəyirəm, qulaq ardına vurursa, yəni bunun mahiyyətinə varmırsa, həyatında tətbiq etmirsə, inanın ki, ziyan çəkən onun özü olacaq. Amma bir insan da onu qəlbinə ötürərsə, həyatında yaşamağa, yəni cəhd edərsə, cəhd göstərərsə, nə xoş halına onun. Baxın, təsəvvür edin, Peyğəmbərdən sonraki dövrdə yaşayan insanlar, tabinlərin dövründə, onlar deyir ki, İmam Əvzəi, Allah ona rəhmət eləsin, deyir ki, biz Peyğəmbərin sünnəti barəsində, yəni Peyğəmbərin sünnəti nədir? Onun yolu, qoyduğu yol. Deyir, biz onu, o deyir, hara dövr edərdi, hara yönələrdi, bizim həyatımızdır Peyğəmbərin sünnətinə tabi olmaqdan ibarət idi. Yəni biz həyatımızı Peyğəmbərin buyurduğu kimi yaşayırdıq. O necə tövsiyə edirdi, o cür yaşayırdıq. O baxımdan bugün bizim üzərimizə düşən, əgər biz iddia ediriksə Allahı və Peyğəmbərini sevirik, onda özümüzə sual verməliyik. Həqiqi mi sevirik, yoxsa nəfsimizin şəhvani istəklərinə mi tabi oluruq? Bu çox mühüm məsələdir. İndi elə bir vaxt ki, elə bir dövrdür ki, indiki dövrdə günahları əldə etmək su içimi kimi bir şeydir. Yəni, günahlar insanın evinin içinə artıq çöküb. O baxımdan insan ya özü nəfsinin havasına uyacaq, ya da ki, özü nəfsini ram eləyəcək Allaha və Rəsuluna. Ona görə insan bilməlidir. Əgər Peyğəmbərin sözləri onun üçün önəmlidirsə də, Peyğəmbərin sözlərində çox böyük hikmət var. Əgər bir insan istəyir ki, Peyğəmbərin buyurduqlarına tabi olsun, diqqət edin, Peyğəmbər nə buyurur? O kimsələr barəsində. Buyurur ki, Kullu ümməti yədxulunəl cənnətə, ümmətimdən hər kəs cənnətə daxil olacaqdır. Və bu kəlimə ki var, bu ifadə. Bu elə bir ifadədir ki, hər bir insan, inancılı insan istəyir ki, Peyğəmbərin ümmətinə daxil olsun. Peyğəmbər hədisdə buyurur ki, mənim ümmətimdən hər bir kimsə cənnətə daxil olacaqdır. Ona görə insan bilməlidir. Bax, bu hədisdə Allah Rəsulu nəyi buyurur? Açıq-aşkar insanlığa bildirir ki, mənim ümmətimdən hər kəs cənnətə daxil olacaq illə mən əbə. Yalnız illə mən əbə. Hədisdə bu şəkildə gəlir. Əbə üz çevirən. Sahabələr deyir ki, ya Rasulallah, kimdir o üz çevirən? Rasulullah deyir ki, mən əta'ani dəxaləl cənnətə və mən asani fəqad əbə. Kim deyir mənə tabi olacaqsa, mənim yolumu təqib edəcəksə, mənim yolumu izləyəcəksə, o mütləq cənnətə daxil olacaqdır. Və sonra buyurur ki, kim mənə asi olacaqsa, mənə üsyan edəcəksə, mənə qarşı gələcəksə, artıq o inkar etmişdir, üz çevirmişdir. Baxın, cənnəti əldə etmək çox rahatdır və çox asandır. Cənnəti əldə etməyin yolunu Allahın Rəsulu bildirib. Əgər biz Allaha iman gətirməyi iddia ediriksə, Peyğəmbərə tabi olmaq iddia ediriksə, Peyğəmbərə tabi olmaq cənnəti qazanmaqdır. Asan, rahat. Yəni Allahın Rəsuluna tabi olmaq, onun yolunu təqib etmək insanın cənnəti qazanması üçün əsas amildir. Əsas başlıca vasitədir. Əksi halda, əgər insan asi olacaqsa, Peyğəmbərə, Muhammed Peyğəmbərə qarşı gələcəksə və ondan üz çevirəcəksə, o cənnətə daxil olmayacaq. Çünki cənnəti qazanmağın başlıca səbəbi Allaha və Peyğəmbərinə tabi olmaqdan irəli gəlir. Yəni, əksi halda mümkün deyil insan cənnəti qazansın. O baxımdan, əziz qardaşlarım, hər bir insan özünə sual versin. Nə dərəcədə Allahı sevir? Nə dərəcədə Allaha tabidir? Yəni, həqiqi şəkildə. İnsan nəfsinə sual versin. Mən Allahı nə dərəcədə qəbul edirəm? Allahı qəbul etmək mücərrəd olaraq fayda verməyəcək. Bil ki, bugün sənin fürsətin var, vaxtın var, ömrün var.
sən sabah Allahın qarşısında sorğu-sual olunanda, Allaha imanın, onun buyurduqlarını həyata keçirməyin sənin üçün bir neymət olacaq, Allahın lütfu olacaq, bağışlanmağın üçün. Əksi halda, əgər sən mücərrəd olaraq inanmısansa, həyata keçirməmisənsə Allahın buyurduqlarını, Peyğəmbərin buyurduqlarını, o həyat, o ömür sənin əleyhinə olacaq. İnan ki, əleyhinə olacaq. Bu gün sənin üçün fürsətdir. Nə qədər ki, Allaha və Rəsuluna səmimi şəkildə bağlı olacaqsan, Allah Taala səni xoşbəxtlər sinifindən edəcək. Yoxsa qiyamət günü özünün hakimin olacaqsan. Sən Allaha və onun Peyğəmbərinə tabi olmadığın təqdirdə, qiyamət günü sən özünün hakimin olacaqsan. Baxın, diqqət edin, bir dənə ayə oxuyacam. Allah Taala bu ayədə buyurur ki, İqra kitabəkə, sən öz kitabını oxu, qiyamət günü sənə deyiləcək. Kəfə binəfsikəl yevmə aleykə həsibə. Bugün, qiyamət günü, bugün sən özünü hesaba çəkməyin yetər sənə. Yəni, qiyamət günü sən özünü hesaba çəkəcəksən. Necə? Sənə verilən ömür ki var, Allah Taala sənə verdiyi ömrü. O ömrü Allah sənə nə üçün verib, Allah Taala sənin qarşına təqdim edəcək. Sən özünü hesaba çəkəcəksən. O baxımdan bugün bizim hər birimiz üçün bir fürsətdir ki, Allahı tanıyaq, ona ibadət edək, onun buyurduqlarını sevərək yerinə yetirək və qiyamət günü də Allahın razılığını əldə edək. Allah Taala bizim hər birimizi bağışlanan qullarından etsin. Allah Taala bizə həqiqi şəkildə Allaha iman gətirib, ona itaət edən, onun buyurduqlarını səmimi şəkildə sidq ürəkdən yerinə yetirən qullarından etsin. Allah Taala bizlərin valideynlərinə rəhm eləsin, onların günahlarını bağışlasın. Allah Taala bizlərin zürriyyətini, evladlarını salihlərdən etsin. Allah Taala bizə Allaha iman üzərində yaşayıb, iman üzərində hər birimizə ölməyi müvəffəq eləsin. Sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Subhanəkəllahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.